Salam uşaqlar. Gəlin əsaslar və əsasi mühit mövzusu 7.2 mövzusunun tapşırıqlarına baxaq. Öyrəndiklərinizi tətbiq edin. Deyir ki, pasın tərkibi əsasdırsa, o qüvvətli yoxsa zəif əsasdır. Pas təbəqəsini hansı maddədən istifadə etməklə təmizləmək olar? Baxın, pas bilirik ki, suda həll olunur. Deyilmi? Gündəlik həyatda bunu müşahidə eləmişsiniz yəqin ki. Suda həll olunursa, demək ki, bu zəif əsasdır. Zaten bizə şərtdə deyilir ki, bunun tərkibi əsasdır. Və suda həll olunursa zəif əsasdır. Bilirik ki, güclü, qüvvətli əsaslar suda həll olur və bunlara qələvlilər deyilir. Suda həll olmayan əsaslar da zəif əsaslardır. Demək ki, pasın tərkibi zəif əsasdır. Sonra deyir ki, pas təbəqəsini hansı maddədən istifadə etməklə təmizləmək olar? Baxın, zəif əsasdırsa, pası turşuların köməyi ilə təmizləmək mümkündür demək ki. Məsələn, xlor turşusu götürmək olar, xlor turşusunu təmizləmək olar. Deyilmi? Əsasdırsa, məsələn, fəaliyyət blokunda əgər tapşırıqları yerinə yetirmişsə, orada müşahidə etmişsiniz yəqin ki, alüminium hidroksid xlor turşusunda həll olunmuşdur. Zəif əsasda xlor turşusunda həll olur. Demək ki, biz xlor turşusunu götürüb pası da deməli, belə deyək də, təmizləyə bilərik. Yaxud da məsələn başqa təmizlik vasitələri götürmək olar. Məsələn, qabyon kremi götürmək olar. Xlorlu su ola bilər, qazlı iskilər ola bilər. Bu maddələrlə də biz buradan pası təmizləyə bilərik, qeyd edə bilərsiniz bunları. Sonra, sizcə mədə ilə bağırsaqdakı mühitin kimyəvi cəhətdən fərqi nədir? Baxın, mədədə necə mühit var? Mədəni keçmişik turşularda. Turş mühit var orada. Xlor turşusu olduğuna görə mədədə turş mühit var. Əgər bunlar bir-birindən fərqlənirsə, mədədə turş mühitsə, demək ki, bağırsaqda da əsasi mühit var. Aydın deməli, mühitləri fərqlidir bunların. Məsələn, el arasında belə bir deyim var. Acı bağırsaq. Yəqin ki, eşitmişsiniz bunu. Əsaslar da bilirik ki, acı dad verir, deyilmi? Demək ki, buradan da əlaqələndirə bilər ki, acı bağırsaq deyilirsə, hər halda demək ki, burada əsasi mühit var ki, acı deyilir. Çünki əsaslarda acı dadlı olurlar. Belə, keçdikcə öyrəndiklərinizi yoxlayın. Əsaslar üçün ortaq element hansıdır? Əsasların formulları, uşaqlar, ümumi formulu yazsaq, metal OH-dan N sayda. Baxın, ümumi formul budur. Onlar üçün ortaq elementdə oksigendən hidrogendir. Çünki OH qrupu, buna hidroksid qrupu da deyirlər. Bu qrup bütün əsasların tərkibinə daxildir. Demək ki, bütün əsaslar üçün ortaq element hidrogen və oksigendir. Sonra, kaliumun əmələ gətirdiyi əsasın formulunu müəyyən edin. Kalium metaldır. Kalium OH əsasını əmələ gətirir və adı da kalium hidroksid. Baxın, bu şəkildə yazılır. Kalium hidroksid adı bu şəkildədir. Bu da suda həll olan qüvvətli əsaslara aiddir. Yəni qələmlidir. Sonra, amonyak məhlulu ilə brokoli suyun ortaq və fərqli cəhətləri nələrdir? Baxın, amonyak məhlulunda hər ikisi əsası xassəlidir. Bu hər ikisinin ortaq xüsusiyyətidir. Sadəcə olaraq amonyak məhlulunda amonyak nədir? Bu məhlula əsası xassəni verən birbaşa amonyakın özüdür. Brokoli məhlulunda isə brokoli öz əsası xassəlini deyil. Yəni, orada əsası xassəni verən, belə deyək də, başqa maddələr var. Yəni, həmin o məhlulun əsası xassəli olmasına səbəb digər əsası xassəli maddələrdir. Yəni, yazırsınız ki, amonyak məhlulu birbaşa amonyakın təsiri ilə əsası mühitə malikdir. Brokoli isə tərkibində birbaşa əsas olmadan, birbaşa əsas yoxdur da, digər əsası xassələrə görə əsası xassəyə malikdir. Bu şəkildə qeyd edirsiniz. Hər hansı bir sualınız yaranarsa, şərh bölməsində qeyd etməyi unutmayın və zəhmət olmasa videonu bəyənək və kanala abunə olun ki, növbəti videolardan xəbəriniz olsun. Hələlik.